Özü bilir kimi deyirəm. Mən anam 3-4 dənə oğru görüb də, rəhmətli Mir Seymuri, rəhmətli Bəxtiyarı. Necə görüb? Mən yoldaşım onlar dost olmamız. Üçüncü görüşə gedəndə biz ailəvi dost olmuşuq. Onlar, mən elə bir yoldaşım türmədə olanda, onlar da orada yatıblar, orada görmüşəm. Əşi, onlar neyirəm, istəmirəm. Qoymuşam, istəmirəm onları. Biz gedirik Hacıqabula. Niyə görə gedirik? Bizim Rəşad qardaşımız, görürsünüz. Salam aleyküm. Hacıqabulu qaqam. Anasından görüşə aparırıq. 5 aydır ki, reabilitasiya mərkəzində, 12 addım reabilitasiya mərkəzində müalicə alırdı və belə qərara gəldik ki, reabilitasiya mərkəzinin rəhbərliyi Əkbər müəllimlə bir yerdə qərara gəldik ki, qardaşımızı anasından görüşdürək və biz də gedirik anasına sürpriz eləməyə. Çeçendən gedirik, Totuna aparırıq. Ana-bala görüşmə, yəni özü bir gözəl bir şeydir. Görüşsünlər, vaxt keçsinlər, çəkiliş eləyək, maraqlı gün keçsinlər də belə deyil. İnşallah. Mama təkdir də. Ha, dedi bir otaqda olardı. Rəşadı gətirmişik qardaşımızı anasından görüşə. Darıxmışdın anan üçün. Əlbəttə. Ha? Конечно, qardaş. Mənim anam böyüdüb də, belə bütün çətinliyimi, əziyyətimi anam çəkib mən. İndi gəlmişəm halallıq almağa. Gedək. Rəşadın qardaşı 44 günlük vətən müharibəsinin iştirakçısı olub, qazidir, qolunu itirib müharibə zamanı. Bəli, bayrağın evin üstündən asılan bayraqdan bilinir, hiss olunur. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin. Açmaq istəmirlər Rəşad. 200 kilometr yol gəlmişik bura. Oğlumu gətirmişik sənə görüşdürməyə, sən də yoxsan. Siz yerdirsəm Şirvana gələ bilərsiniz. Niyə gəlmirik? Yaxındır da Şirvan bura. Ha. 8 kilometr gedək. Ay canım. Hə, yaxşı. Nail gəlib, yuxarı gəlib, bir də Əkbər müəllimdir. Hə, xoş gəlmişsiniz. Gəlin, başladınız, gəlin. Gəlir. Ora, gəlir. Belə də maraqlı olur. Allah axtarıq. Rəşadın anası qardaşı gildədir, belə deyim də Rəşadın dayısı gildədir. Gedirik Şirvana. Biz istədik, yox, əslində məlumat vermədik, gələcəyimizi bildirmədik, istədik sürpriz eləyək, amma bizim sürprizimiz alınmadı. Anası evdə deyil. Davam eləyir. Hələ sürpriz davam eləyir. O binanın qabağına getməliyik. Bunu? Hə, oradan sola yol var idi, biz binanın qabağına. Salam aleykum, salam. Salam olsun. Nətərsən gözəl qardaş? Sağ ol qardaş, salam. Neyiniz, nətərsən? Rəşad da gətdik də, nətərsiz? Neyiniz, nətərsiz? Canımın içi. Ay Allah, mənim ürəyim. Gözəl anam. Canımın içi, canım mənim. Neyiniz, nətərsiz? Ki doymamıştım hiç vüsalından. Mənə zülm eylədin yaman ayrılır. Bu qardır bu ana, tanıyırsınız da bu qarı. Nə olardı bir gün durup yuxudan. Görəydim Nətərsiz? Vəziyyət. Vəziyyətində. Rəşad yanbayan dur gəl qardaş. Deməli yaxındır Rəşad qardaşımızın qardaşıdır. Bizim fəxrimiz Qarabağ döyüşlərinin iştirakçısı, sağ qolunu müharibədə itirib. Öz oğlumun ayağının altında bastırmışam öz qolumu. Oğlun da rəhmətə oldu, gedib. bəli. Öz qolumu, öz vətən sağ olsun. Allah bütün yaxşı millətimizi qorusun. Allah siz kimi qeyrətli qardaşlarımızı həmişə var eləsin. Siz ki bu gəncləri pis yoldan çəkindirirsiniz. Siz bu gənclərə ürək verirsiniz. Allah köməyiniz olsun. Allah sizi qorusun, Allah köməyinizdə olsun. Nə qədər Allah gözəl belə savab işləri var, Allah canlarınızı yazsın. Ay balam, sən də mənim o balamın pis günlərində siz onu iyi durdunuz. Mən dura bilmədim, siz durdunuz. Allah sizi qorusun, Allah köməyinizdə olsun. Allah həmişə sizi var eləsin. Canım, gidə gündə içər, biz gidə çay içək. İçəridə kim var? Bura Bura mənim atam evimdir. Atanız idi. Hə də
qızını da yolda oğlumu almışam. Ha. Qardaşımın qızını. Elə belə gəlmisiniz bura? Qonaq gəlmişdik elə. Sən zəng eləndə elə bu da telefonda tutmur. Deyirəm ay Allah bu kimdir? Zəng edir telefonda tutmur. Gedə gün. Arkadaş gəl də mənlə gedərsiniz. Hə? Get sən Gəlim. ona. Get mən sən ona. Gedək gün. Vüsalın bülbülü uçup giden Uşaqlar taş kimi kalbimde kalan ayrılık. Ben görende orada yaz seher. Mənim gözəl qardaşım. Mənim Nətərdir? qardaşımız burada da bizimlə görüşə gəlib. Qazi yad eləməyə gəlib. Nail qardaşımız. Allah canı Allah sağ bütün olsun. yaxşı qardaşlarımız qorusun hamısını. Amin. Vallahi Amin. Allah sizi var eləsin Nail qardaş. Sağ ol. Qolva hansı? Şəhərdən çox biz Aha. Cəbrayılda. Cəbrayılda. Cəbrayılın Qubalda döyüşdüm. Oktyabrın 19-u 2020-ci ildə Qubalda sniper 2 güllə vurdu. Qolum onda üzülmüşdü. Sonra 2 ildən sonra da amputasiya elədilər. Nə qədər elədilər çalışdıra bilmədilər. Hə, başa düşdüm. Allah bütün yaxşılarımızı qorusun. Allah qorusun. Amin. Ay Allah sənə qurban olum. Allah Nail qardaşımın canı sağ eləsin. Amin, Əkbər amin. müəllimin canı sağ eləsin. Bala biraz da Rəşad çöldə qalsın. Mən üzü yox idim, ölmüşdüm. Rəşad çox pis günlər yaşayırdı. Mən özü ölmüşdüm. Çünki neçə vaxt türmədə, ondan sonra çıxdı gəldi. Heç mənim ağlıma gəlmədi ki, gəndə olar, eləyər. Nə bilim Allah sizin sənin köməyin olsun birinci. Bir də ora vəsil eləyənin Əkbər müəllimin. Ondan sonra Biz kimsə Allah kömək Taala'nın bu istəyi də biz yerdə vasitəçiləriyik. Siz vasitəsiz. Siz Allahın yer üzündə mən həmişə canlı yəmin deyirəm. Yaxşı insanlar Allahın yer üzündə olan gizlin bəndələridir. And ol Allah. Mən bunu həmişə canlı yəminlə deyirəm ki, yaxşı insanlar gizlin bəndələrdir Allahın ki, Allah vasitəsi yetirir ki, o çətinlikdə olan insanlar hasanlığa tapılsın. Allahın neməti söz. And ol Allah, Allahın neməti söz. Allah siz kimi qardaşlarımızı var eləsin. Siz həm tək Rəşada görə demirəm, amma siz 2-ci Qarabağ müharibəsi vaxtından sonra siz nə qədər qaziyə dəstək oldunuz, qazilərin yanında oldunuz. Mən sizi canlarınıza baxırdım da, qardaş. Qazinin evini Dəfələrlə dəstək oldu. Siz kimi qardaşlarımız həmişə var eləsin, həmişə. Buna görə sizə kimi qardaşlara mənim bir qolum yox, mənim canım qurban. Bir qol nədir ki, bir qol. Ödə mənim narkozda olan videomu görmüş 2 milyon baxış var idi. Mən narkoza deyirdim ki, yaşasın Azərbaycan, yaşasın millətimiz. Siz kimi millətə, yaxşılarımıza canım qurban olsun. Allah siz kimi qardaşlarımıza həmişə var eləsin, həmişə. Amin, amin Allah, amin Allah, amin. Nail maşallah bizim mən belə deyək, müalicə aldığım reabilitasiyada nə qədər kimsəsiz belə deyək qardaşlarımız var, anonimdir. Onların elə çoxu adları seçilmiş. Onların ailələrinə də köməklik eləyir. Canım səddisin. Onların maddi dəstəyinə də öz belə cibindən köməklik eləyir. Allah onun köməyi olsun. Palına, paltarına, əyninə, başına. Onları çox reklam eləmirlər. Ona görə ki, onların üzləri çəkilmir. Cavandılar deyimlə. Allah Nail qardaşım, Əkbər müəllimin canını sağ eləsin. Mənə dəstək olan qardaşlarımız var xaricdə. Onlara da öz minnətdarlığımı bildirirəm. Namazlarımda dua edirəm. Anam namazlarında dua edir. Ana görürsüz oğlumuz namaz da qılır. Namaz qılırdı həmişə. Ancaq ki, o pis yolunu çaşdı məşədə. Şükür qayıtdı da yenə. Şükür Allaha. 17 yaşında mən bunu məşədə göndərmişəm. Məşədə göndərmişəm, məşədidir. Necə bir oğlan. Heç ağlımıza heç 200 dənə tələbəsi var idi balam. 200 dənə tələbəsi var. Allaha and olsun. Özü hakimliyi qutarmışdı, Məşqçi hakimliyi. O cür oğlan elədilər heç nə bilim. Özünün də ağlı olmadı. Birinci insan gərək özünün iradəsi ola, ağlı ola. Özü də nə bilim, gəndə Allah lənət şeytana. Yenə qayıdıb yoluna əsas odur. Əsas odur, bundan sonra yaxşı olsun. Yaxşı olsun, indən beləsi yaxşı olsun. Mən necə demişəm, özü bilir də mən dərmanlarla, iğnələrlə yaşayan adamam. Əlşad mənim üstümdə 4 dənə, 5 dənə evin pulunu üstümə qoyub. 2 dəfə insult keçirmişəm. Allah hamd olsun. Hamısı da mənə görə. Hə, vallah. Həm də Əlşad da müharibədə oldu. Stres keçirtdim çox. Yaralandı. Qolu gözümün qabağında baxdı. Mən ta müharibədən yaralanıb hospitala gəlib narkozda olan videomu paylaşana kimi bilim televizorda göstərmişdim, mənim anam bildi ki, mən yaralanmışam. Mən deməmişdim. Sülməramlı mənsub olmuşam, onun üçün hərbiçi olmuşam. Neçə vaxtı belə and ol Allah, belə sevinmirdim. Sizi gördüm, Allah sizə həmişə var versin. Bizim biz anaların duası vallah
Vallahi billahi biz anaların duası belə silsin bəsdir. O savab dəftərinə, balalarınıza, özünüzə, canınıza, özü vallahi savab yazılır can. Nə qədər? Allah hamd olsun. Mən özüm qəribə qızam. Biz özümüz bura. Bizə mən atam neftdə işləyir. Neftə görə atam gəlib qalmışım. Mən özüm dağlı qızıyam. Mən Afaq Bəşir qızının əmsi qızıyam. Afaq Bəşir qızının. Və əmdə olsun. Anamız Afaq Bəşir qızının əmsi qızıdır. Doğmaca ha. Doğmaca. Şəkillərimiz də var göstərəm. Nereye gedirsən də göstər. Buradan elə Afaq xanımı bizim Allah'ın da siz çox Çox salamlayırıq. Efir vasitəsilə salam göndəririk. Çox gözəl. Biz Afaq xanım mənlə xoşu gəlmir. Ona görə ki, narkotik istifadə edəndən sonra biraz mən genel dəstək yolu bu narkotik Çox dəstək olub, yandırandan sonra. çox olub, çox olub. Mən üçün Moskvada elə bir şərait yaradıb ki, canım sədilsin. Elə bir mənim üçün qapılar açılmışdı da orada. Mən oradan belə deyək, biraz ağlım olsaydı bəlkə milyonçu da ola bilərdim. Düzdür. Orada da getdim, düşdüm yenə də bu elə deyək, pis qrupdan da sonra tutuldum. Oradan da kitab belə deyək də bağlandı. Kitab bağlandan sonra da üzüm olmadı danışmağa. Anamla maraqlanırdılar, sağ olsun da gənə də. Maraqlanma hər dəfə Ancaq narkomaniya yolunda olan adamlara inam yox deyimdən çox adam məsələn inanmırlar. Bizim Azqavlı olmuşsunuz da əvvəlki. Bizim gözəl Azqavlımızın da başçısı Sevindik Ətəmovdur, sevindir məni. Həmişə də bir qazilərdir, şəhid ailəsidir, vətəndaş hamısını yəni tanıyırsınız. Hamıyla da mehribandır. İnan mənə basdırır. Həmişə siz kimi yaxşılarımızı qorusun. Ailə ancaq yaxşılar Sevindik müəllim buradan sizə aqroblu salamlar. Sevindik müəllim bilmir Rəşad. Rəşad məndən soruşur, deyirəm burada yoxdur. Rəşadın cigəri də yoxdur, Rəşadın cigəri də daha. Ciyərimiz də yoxdur. Mənim birinci Qubalıda maşının içində vurdular məni. Sınav təyirlə. Bizim matadorlarımız zirəhdik. Maşının içində 12 nəfər idi. Şəxsiyyət düşdü, hamımız yaralanmışdı, üzüm yadım yanmışdı. Sanitarkaya mindik. Mən rəhmətlik tabor komanderimiz gördük ki, hamı yığışıblar. Mən düşdüm 12 nəfərin içindən. Düşdüm, elə də qışqıra-qışqıra uğultularım var idi beynimdə, hətdən ar. Elə qışı özümdə dördüm, qaçdım mən tabor komanderim Gülün yanına. Rəhmətli Marsiyo İbrahim, Ağay Fəxrəddin indi xidmətdədirlər. Mən onların yanına getdim. Onlarla hücuma keçdik, elə 2 saat keçməmişdi. Döyüşürdük əməlli başlı. Mən sınavı birinci qolumu vurdu. Gördüm ki, qolum əməlli başlı silahım yadım yoxdur əlimdə. Qolum üzülüb qalıb. Bildim sniper var, mən uzandım ki, üzü onlar tərəfə ki, bu sniper hədəfin yayındırsın. İkinci də mən bax, sol tərəfində sniper buradan vurdu. Düz başla ayağımdan vurmaq istedi, sniper düz ağciyərimi deşdi, yanmışdı orada. Özüm qalxmışam, qolum sıxmışam özümə ki, qalmayayım yerdə. Qanıxmədən mən orada da elə qalacaq idi. Elə yerdə saxla, keç bər mənə. Sən o da oradan çıxırlar. Hoş gəlmişsiniz, səfa gətirmişsiniz. Həmişə siz gələsiniz. Həmişə sizi ən gözəl yerlərdə görmək. Belə balamı siz sağ olursunuz. Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Allah həmişə sizi var eləsin, canlarım mənim. Allah gəl yanıma olsun. Gözəl ana, gözəl nurlu ana. Canım balam, gözəl balam. Allah sizdən razı olsun. Sizi hamınızdan Əkbər müəllimlə, səndən sizi görmüşəm, dünyanı görmüşəm. Elə bilirəm ki, şokdayam, hələ eləmirəm elə. Elə. Hələ şokdayam. Özümə gələ bilməmişəm ki, siz gəlmişsiniz. Gedək. Xoş gəlib, səfa gətirmişsiniz canım mənim. Gedək içəri gedək. Deməli sizə çox maraqlı bir müqayisə həyat. Gəl bura. Gəlin bura. Deməli, bax, mən çox maraqlı bir video təqdim edirəm sizə. Gördüyünüz bu qardaşlar, biri qadan aldığım, qadası aldığım Ərşad qaqamız Qarabağ döyüşlərində sağ qolunu itirib, vətən uğrunda, müharibədə, bəli. Bu da Totu bizim gənc yaşında sol qolunu itirib. Totu da ki, belə deyim də, narkotikə görə qolunu itirib. Bu da bir bəladır, müharibədir. Biz bu müharibədə mübarizə aparırıq. Nəfsi və hakim olmuşsan. Bugünkü gün 15 aydır
narkotiksiz həyat yaşayırsan. Ən böyük cihad nəfslə mübarizədir. Ən böyük cihad. Biz vətən uğrunda gedib sənin də cihadın önünü budur. Allah sizə həmişə var eləsin. Bu qardaş da bizim Ərşad qardaşımız da bizim Rəşad qardaşımızın Balaca qardaş. balaca qardaşıdır. Rəşadga yaxındır qardaşının. Hacı Qabuldayıq. Gəlmişik Rəşadı ailəsindən görüşdürməyə. Əkbər müəllimim sağ olsun gətirdi. Görüş günü bu gün təyin elədik. Vüqarla, Totu ilə gəlmişik. Sürpriz olub, xəbərimiz oldu. Sürpriz eləmişik. Əkbər qardaş, Nahar qardaş xəbərimiz olmuyor. Heç kim. Bizim bu kasıb qapıya xoş gəlmişsiniz qardaşım. Kasıb niyə olur qardaşım, şükür Allaha. 4 il 8 ay belə deyək, türmə həyatı. Daləcanda gəldim Azərbaycana, çox qalmadım. 2 gün, 3 gün qaldım, getdim başqa ölkələrə. Gələndən sonra bir dəfə anamla görüşmüşdüm. Başda demək olar 2021-ci ildən görüş bir dəfə. Doyunca görməmsən. Onu da gecə gəlib görmüşəm 5 dəqiqə qaçaq oradakı birdən burada gələrlər mənə tutarlar. Mənim o momentdə biraz çətinçiliyim var idi. O da gecə səhər üzü yenə çıxıb getmişəm. Bir də gördüm anam zəng edib ki, haqqımı sənə halal eləmirəm. Biraz da belə deyək, indi narkotik istifadəsində olsam da əvvəllər mən o halallıq bilirəm ki, ana mənə belə çıxmasın. Halallıq verməzsə mən bu həyatda onsuz da xeyir tapmamışam. Bundan sonra da, o biri dünyamda da xeyir tapmayacağam. Yenə də qurban Allaha tövbə edib yola qayıtmaq. Rəşad bayaqlar dedi ki, maşında gedirəm halallıq almaq anam yanına. Gədə bir də anandan elə Buyurun. həm çəkilişlə, həm izləyicilərə də maraqlıdır. Rəşadın evidir bura. Bu mənim ata evim. Nə maraqlı evdir. Çox. Buyurun. Keç qardaşım. Əkbər mənim, buyurun. Maraqlıdır. Sağ ol. Qəşəng. 2-ci Qarabağ qayısı Əhədov Əlşad. Buyurun, gəlin ki. Hoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Can, nə maraqlı evdir ana. Hamısı biz biraz dinə bağlıyıq. Ana, bir də Rəşad gəl bura. Bakıdan çıxanda deyirəm ki, anamı gedirik ziyarət eləməyə. İstədiyin nədir? Deyir gedirəm anamdan halallıq almağa. Bilməm indi siz nə demək istəyirsiniz? Sağ olsun. Dindən belə, əgər dindən belə eləməyəcəksə, halal olsun. Və dindən belə olsa da bilmirəm, mən ona olaram, olmaram. Onda halallıq vermərəm. Eləsə vermərəm. Amma eləməsə ömür boyu hava xoş olsun. İnşallah. Allah özü qorusun sizi. Eləməz. Keçmişdə nə qaldısa, keçmişdə qaldı. Bilirəm, Allahın köməyi. bilirəm ki, mən oğlumsa, mənim oğlum da iradəsi möhkəm olacaq sizin sayınızda. Sizin sayınızda. Qardaşlıq qonağımız oldu. Canım mənim, Allah sizi Əsas qorusun. keçmişdən olan Yox, yanlış hamısı mən xatirələr ki keçmişəm. var, siyahdaş Həmişə silirəm. Hamısı sil geçsin hamısı. Mən həmişə irəli baxmışam, ona görə Bundan sonraki günlər. ona görə də mən bu yaşa çatmışam. Həmişə belə durmuşam. Belə durmuşam. Həmişə durun inşallah, həmişə. Durmuşam, fəxrləyirəm. Ərşadımla da fəxrləyirəm. Rəşadımla da sizi ilə də fəxrləyirəm. Mənim bəllimlə də fəxrləyirəm. Şükürməz olsun. Canım Allah, benim. həmişə siz var olsun. Mumu sevgur. Hoş gəlmişsiniz. Hoş. Qabaqcan bir südük daha Allah belə. bilməmişik. Sürpriz eləmək istədik. Sən yığmışdın mamaya. Mən Mama elə bildi ki mənəm. qardaşım Yaşat 2 saat qabaq zanında görmüşəm. Qardaşım. Yo, ben biraz şekerim var mənim. Biraz yaddaşımda da biraz institut keçirmişəm Hə, ki sizinlə dəfə. danışanda dedi səsin niyə belə düşür? Hə. Mən də qayıtdım ki, sağ üstü yatmışam. Hələ bildi Rəşaddır. Rəşad Hə, Rəşad arxada da birləşmərlərini salam deyəsən. Deyərəm. Allah'a and olsun. Biraz mən də institut Çox keçirmişəm. maraqlı. Biraz beynimdə mən Hər şey yaxşı. problem var. Allah Allah şəfa köməz versin. olsun. Xoş gəlmisiniz. Həm siz gələsiniz, həmişə sizi necə deyimsə dünyada da bu axirətdə də həmişə necə deyimsə yeriniz burada da cənnət olsun, o dünyada cənnət olsun. Çünki burada da behişt var. Bu dünyada da cənnət var. Bu dünyada da var. O dünyada da insanın o dünyasında da həmin behişt var, cənnəti də var. Allah o cənnətliyi, behiştliyi sizə Bəh, nə gözəl yazsın. dualardır. Gözəl Ay, Allahım. Gözəl izləyicilərimiz, görürsüz, bu cür anaların duaları bizi bu ağır bir işdə, narkomaniya sahəsində qoruyur, güc verir bizə. Bizim də sizdən istədiyimiz odur ki, ana, Xoş gəlmisiniz. dualarınızı bizdən Heç əsirgəməyin, vaxt. Həmişə namazlarınızda. namazlarımda. Bəli. Özümə Məşəd xanımam özümdə. Allah ziyarətlərinizi qəbul eləsin.
Əlşad özə Kərbəlayı idi. Valla belə bir ailə görsüz, adam heç inanmağı gəlmir ki, din ailəsi, dinlə məşğul olan, Allaha ibadət eləyən, nə bilim, Sınaqlardır. bəli, Sınaqlar. güləşçi, idmançı, savadlı bir uşaq gəlir olur axırda qurğun. Bax çevrə ana, Çevrə. quruq. Mən deyirdim, Pis Rəşad dostlar. falan kəs belədir. Deyirdi, ay mama, ürəyi təmizdir. Deyirdi, ay mama, səhv eləyirsənsə. Deyirdim, Rəşad, mən ana ürəyi deyir ki, onunla otur durma. Deyirdim, amma sən səhv eləyirsən, o yaxşı uşaqdır. Yaxşı uşaq, ya öz müəllim dostu idi. 8 ildir mən gecə səhər dirasırdım. Mən dekabr ayından bəri Allah şadımdır. Nə fikrim var, nə dərdim var, nə sərim var. Elə biləm ki, hardasa cənnətdəyəm. Deyirdim, ay Allah, deyirəm cənnətə, mən 8 ildən sonra cənnətə düşmüşəm. 8 il idi rahat 8 yatamırdı. ildir, Allah bax, o Allahımıza and olsun, imamımıza, ağamıza and olsun. Mən 8 ildir, yuxu nə idi? Əsəd müharibədə olub, Əsəddən arxain idim. Çünki həmişə Əsəddən arxain olmuşam, həmişə. Həm Rəşaddan biraz narahat olmuşam. Ki, Rəşad o yolu düşəndən narahat olmuşam. Bəli, bəli. Amma ki, bu 4 aydır. Rəşad reabilitasiyada olduğu müddətdə. Reabilitasiyada olduğu müddətdə. Amma elə yatıram, inan Can. Allah, yuxu dərmansız, elə ağır yuxu dərmanları içirdim mən beynimə görə. O narkomanlara verilən dərmanlarda mən də beynim insult keçirmişəm. Onlardan mənə yazmışdı həkim. Mən indi o dərmanlarda imtina eləmişəm. Deyirəm ki, yatıram. Heç fikir eləmirəm. Deyirəm, ay Allah, nə fikrim var ki, oğlum əmin əllərdədir. Məsələn, Əlşaddır, vətən sağ olsun. Vətən sağ olsun. Qolunu Vətən sağ itirib, olsun. bəli. Vətən sağ olsun. 5 dənə oğlum olsa, 5 dənə oğlumu vətənə qurban verərəm. Bu gün də Rəşad üçün rahatsız artıq. Çox rahat. Qucaqla da bir ananı. Sən baş. Sən ağlama. Rəşad mənə özümə oxşayır. Hər zamanları təzyiq yox. Can. Hesab türmədən zəng eləyirdim. Hər axşam məsələsini zəng eləyirdim. Necə sən nə var yox. Gördüm ki, səhərdə. İndi bu reabilitasiyadan hər telefona çıxanda görürəm ki, arvad uşağın başı dirçəlir. Mənə konkret. Onu da deyim ki, dostlar, anamız Rəşad türmədə olduğu müddətdə uzun illər boyunca elə anamız da Rəşad kimi bəzi söhbətlərdə türmə kriminal söhbətlərinin həllində iştirak edib. Sən ana. Yəni Rəşadın bəzi məsələlərini həll edib, ha Rəşad. O söhbəti həll edib. Görmüşəm, anam bir də görmüşəm gəlib qapıda dayanır. O qədər qovmaq rəbəm olub əmrlərim zaten. İmkan vermir. Nə qədər mən stroklardan tutarmağı burada Azərbaycanda bu narkotika qurşanandan sonra insan üçün başlayır cinayəti artırmağa da gözünün qabağına. Özüm də ölüm diləmişəm. Demişəm, Allah kesin günahımdan. Demişəm, ay Allah, ölsün, razıyam. Demişəm, ölsün Allah. Kimsə gəlib deməsin ki, Rəşad belədi, Rəşad belə oldu, Rəşad belədi. Rəşad çöllərdə qaldı, çöldə yatdı. Dedim, o hamımız öləcək onsuz da. Şərəfli ölsün, şərəfli ölsün, aparım şərəflə basırım. İndən beləsi o çöllərdə bombuş olub. Ondan sonra çöldə ölməkdənsə elə rahat ölsün bir dəfəlik basırım. Ancaq indi deyirəm Allah kes günahımdan. Rəşad özü gənc yaşlarından 13-14 yaşından güləşlə məşğul. Bəli, bilirik. Onları gəzsəm Özü hələ müəllim işləməmişdən bax, dövlətimizin bayrağını, ölkəmizin bayrağını neçə respublikalarda, ölkələrdə qaldırır. Sənin medalların hardadır deyirdim. Mənim medallarımın yarısını o vaxtı bu öz evləri vardı da, öz evim vardı, satdım. Satanda medallarımın çoxu qaldı. İndi nə bilməm anam saxlayıb saxlamayıb. Yox, rəsm məndə qalmadı onlar. Ancaq albomlarda şəkillər var. İnşallah anam göstərər. Belə də sizə Əkbər müəllim atacaq. Şəkilləri atıblar Əkbər müəllimə. Nə deyə bilərəm, Allah Əkbər müəllimin canı sağ eləsin. Mən özümdə qardaşım sən necə dəyişiklik hiss eləmişəm. Mən bilmirəm ki, and olsun Allaha, mən belə deyil də, nətər ki o idmanla məşğul olan vaxtlarım var idi. Bəli, bəli. Heç nədən fikir eləmirdim, ancaq fikrim belə deyək də, kiməsə köməklik eləmək idman barəsində belə. İndi həmən belə deyək, istərdiyəm. Gəl. Hamısı Can. beş albomlardır. Rəşad gəl özün elə Gəl hamısı özünü göstər. Ana siz əyləşin rahat. Demək, çaylanlayacağım siz öz əlləri. Yo yo, çay uşaqlar özü daimləyir. Bunlar Yerim biləcəklər hardadır. Özüm qoymam. Əysən. Bu qardaşım burada müəllim işləyən vaxtlarımdır. Burada yığma komandadayım. Soram canım səydisin. Bu
göstərəcəm. Bura O da otursaydılar. yığma kama yarışlardır. Göstərəcəm sizə kimlər var burada. Maşallah bu tələbələrimdir. İndi bir dəqiqə Azərbaycanda baş məşqçi işləyirlər. Hamistəkan götürmüş şey var burada. Var. Hə, var. Hə, yaxşı. Qaşıq verərdi. Qaşıq. Canım benim, hoş gelmişsiniz. Allah sizi var eləsin. Gözəl Mənim anamız. Gözəl balalarım. Allah sizi korusun. Allah köməyiniz olsun. Elə bir mənə dünyaları verdiniz. Elə təsəvvürlə ki, dünyalar mən oldu. Sizi gördüm. Allah'a and olsun. Gözəl balam. Başım. Ya qalıb. Başım ne bileyim. Bir başım. Bir zamanlar narkomaniyanın qurbanı olmuş şəxslərdir və bugünkü gün şükür Allaha, Allahın evindədirlər, düzgün yoldadılar, namaz qılırlar, yaxşı işlərlə məşğuldurlar. Hacı Qabuldaya gəlmiş Rəşad anasından görüşdürməyə, namaz vaxtı deyənə namaz qılmağa gəliblər. Meçidi necə kim tikdirib? Bu bizim rayonumuzun ağsaqqalı var, Hacı İltifat. Həm xeyriyyətçidir, bütün bu şəhid ailələrinə, kimsəsiz ailələrə köməklik eləyən bir qardaşımızdır. Sağ olsun, burada nə qədər kimsəsizlər var. Məscidi öz cibinin xərci ilə tikdirib, noldan yığdırıb bu məscidi. Allah onun köməyi olsun. Adı Hacı İltifatdır. Bütün belə deyə bizim Aran zonası o tanıyır. Həm ağsaqqalımızdır, bütün işlərimizdə, çətinçiliyimizdə bizim arxamızda dayanıb. Mən özüm güləşən vaxtı da mənim sponsorum olub. Allah ondan razı olsun. Bəli, bugünkü gün bu cür xəstələri, insanları biz pis yoldan, bataqlıqdan çıxardırıq, gətiririk düzgün yola. Təkəbbürlü kimi olmasın. Bu bizim fəxrimizdir. Ona görə fəxrlilikdən dilə gətirirəm gözəl işlərimizi. Allah bütün namaz qılanların namazlarını qəbul eləsin, dualarını qəbul eləsin. Allah. Anaların yeməyi bəli. Tuzunu yemek. Totu. Sen soğan atmamışsın, bana narahat olma. Bu soğansız ya bu. Bu da mənim varımdır özüm. Yox, mən yemək yemirəm. Mən yemişdim. Mən yemək yemişdim. Süfrəviz həmişə bol olsun. Çox dadlı yemək idi. Soğan xüsusi olaraq. Rəşad, gedirsən yoxsa qalırsan burada? Gedirəm qardaşım. Nə var burada? Mən qalavımı məqsəd qoymuşam da sağlamlığı. Mənə birdən arada deyirlər ki, birdən məsəl üçün bura qapı açıq olsa gedərsən, deyirəm yox. Məsəl üçün orada uşaqlar var, təzə gələndə bir də görsən darıxıb sıxılan. Deyirəm bu qapı açıq olsa mən getmirəm. Ona görə ki, mən çöldə gördüm də bu narkomaniya insanı elə bir dənə vəziyyətə gətirib çıxardır ki, insanın insan olmağı unudur ki, mən insanam. O kinolara da baxırdıq o vaxt, məsəl üçün zombilər, nə bilim belə deyək, robotlar düzəldirlər o Amerika kinolarında. O narkotik insanı elə bir dənə vəziyyətə gətirib çıxardır ki, insan elə bilir ki, insan deyil də bədən orqanları o narkotik eləyəndən sonra belə deyək, maşına o benzini tökəndən sonra işləyir. Vallahi bir qardaşı geri qaytardı. Geri qaytar. And ol Allaha, mən Balanı anaya verdiniz. göydə Allah yerdə. Allah'ın bala. Elə bir təsəvvür ananı təzədən həyata qaytardınız. Ana elədiniz. Elə özümü alçalmış hiss eləyirdim. O qədər özümü ağlayırdım. Gəl bir dənə sən bizi çək. Mamanı gözəl, nurlu, üzlü anamız. Həmişə güldürür Rəşad ananı, yaxşı? İnşallah qardaşım, inşallah Allahın Gəbra köməyi. mənim qəhrəmanım, mənim yox, bizim Azərbaycanın Allah sağ fəxri, var. qazilərimiz bizim Allah fəxrimizdir, həmişə var. qazilərimizin Allah şəfasını versin, şəhidlərimizə də rəhmət eləsin. Sağ ol balam. Rəşad sənə də Allah, belə deyim də, ağıl versin. Amin. İnşallah. Amin. Şəfanı verib, Allah bir dənə də ağıl versin. Amin Allah'ım. Amin. Sənə qurbanım. Amin. Mən sənə kəllə qucaqlayıram, mən Can sənə ürəyim. sevgili qardaşları, Əşbər qardaşım, qardaşlar həmişə var eləsin. Amin. Həmişə Allah hamısı köməyiniz olsun. Sağ ol, Allah köməyi olsun. Canım. Rəşad, valla çox gözəl anam var, qardaş. Ailə superdir də. Allah razı Sağ ol. olsun. Allah razı olsun. Layiq deyilsən də bu narkomaniya, kriminal, cinayət, divar, hər tərəf din, Quran. Nə bilim, oldu keçdi, qaldı keçmişdə bundan sonrasını. Lotu o şəxsi ki, evinin içində ailəsinin sahibi ola, gələ ailəsinin başında ola, Lotu o şəxs. Yəni bundan başqası yalandır. Kriminallar hamısı boş şeydir. Ailənin vəssalam. Sağ ol, Lotucu anayla görüş. Mən yerdim. Allah Sağ ol. bol Allah eləsin. sənə Allah köməyi. Əziyyət çəkdiniz. Rəşad. Get.
Allah ged alıb arxayla. Oğlunuz əmin əllərdədir. Bu cür oğlum varsa mən arxayla durur. Çok hoşuma dinlerim canlarım benim. Çok sağ olun. Allah sizi var eləsin. Allah sizi var eləsin. Sen de başına dönerim. Sağ ol. Allah seni de bana korusun. Allah köməyində olsun. Heç getməlisən. Hə, Allah mən də. Elə Enerji var. Gələcək. Sen təsəvvür et ki, sağ ol. Ya çok adam gəlir. Sən qalsın. Ben sana göre gelmeden bir de yok iyi daha. Sağ ol. Seni getirsin. Başqa dönərəm. Bəli, bu gün daha bir ananın sevincini şərik olduq və sizə təqdim elədik. Allah belə anaları sevindirsin, xəstələrə şəfa versin. Sağ olun dostlar. Rəşad ağlama, yaxşı. Rəşad körəlmə, Rəşad yaxşı. Başkası yalan. Dünyada ölümden başkası yalan.